Sabah Qədirxum bayramıdır. Bu əzəmətli bir gündür, çox böyük bir gündür. Allah çox önəm verir. Bu gün həmin gündür, sabah Qədirxum günü, həmin gündür ki, Peyğəmbər bəşəriyyətə elan edir. Müraciət belədir. Ey insanlar, deyib burada olanlar olmayanlara çatdırsın. Yəni nəsildən nəslə ötürülsün, insanlığa çatdırır. Mən kuntu Mevla, fəhaza aliyyum Mevla. Hər kimin Mevlası mənəm, Əli də onun Mevlasıdır. Sonra nə gəlir? Quranda elə ayələr gəlir ki, heç vaxt gəlməyib. Əl-yevm yəisəllədinə kəfəru min dinikum. Bugün kafirlər dininizdən məyus oldular. Uduzduq. Kafir belədir. Namaz qıldıq, din kamil olmadı. Əxlaq ayələri gəldi, din kamil olmadı. Heç yerdə demədi, bir dənə burada dedi ki, bugün din kamil oldu. Çünki bütün bu saydıqlarım burada icra olunur. İcrası mümkün olmayandan sonra mənası nədir?